Əziz və dəyərli izləyicilərim, sizi kanalımdan salamlayıram. Bugün çox ləzzətli ıslaq kek hazırlayıram. Əvvəlcə 4 ədəd yumurta ilə 1 stəkan şəkər tozunu mikser vasitəsilə qarışdırıram. Deməli, yumurtanın həzmi artdıqdan sonra üzərinə 1 stəkan duru yağ, 1 stəkan da qatıq əlavə edib yenidən qarışdırıram. Daha sonra 1 stəkan yarım un, yarım stəkan kakao, 1 paket vanil, 1 paket də qabartma. Bunları da ələkdən keçirib yenidən qarışdırıram ki, unla kakao bir-birinə yaxşı-yaxşı qarışsın. Dəyərli xanımlar, deməli burada yumurtanın üzərinə duru yağı əlavə edib daha sonra qatığı əlavə etdikdən sonra uzun müddətli mikserlə çalmağa ehtiyac yoxdur. Biraz qarışsın məhlul bir-birinə kifayət eləyir. Daha sonra hazır kakaola qarışmış unu yenidən məhlulun üzərinə əlavə edirəm. Bunu da biraz qarışdırıram. Yəni un tam yumurtaya qarışana qədər qarışdırıram. Yəni uzun müddətli qarışdırmıram mikserlə. Daha sonra əvvəlcədən listimizi yağlamışam. Bizim burada listimizin 25-in 35-ə ölçüsü var. Yəni mənim burada paxlava listidir. Həmən list, bu listimiz. Çox gözəl ölçüdür bu keksi hazırlamaq üçün. Daha sonra yağlanmış listə manna əlavə edirəm ki, biskvit tam listə yapışmasın. Xəmiri listə əlavə etdikdən sonra əvvəlcədən qızdırılmış 160 dərəcəli sobada bişməyə göndərirəm. Hardasa bir 20-25 dəqiqəyə hazır olur. Deməli, biskvit hazır olana qədər əvvəlcə sosunu hazırlayıram biskvitin. Bunun üçün yarım stəkan şəkər tozu, yarım stəkanın yarısı qədər kakao və kapuçino 2 xörək qaşığı. Ola bilər, əziz xanımlar, sizdə belə bir kapuçino olmasın. Yəni, marketlərdə rastıma gəlməyib belə kapuçino. 3-ü birindəki kofelərdən istifadə edə bilərsiniz. Və biraz da duz. Bunları qarışdırıb üzərinə 1 stəkan süd və yarım stəkan da duru yağı əlavə edirəm. Qaynara düşənə qədər bunları hazır sosu bişirirəm. Dəyərli xanımlar, mən burada reseptdə kapuçino yoxdur sosunda. Mən bunu əlavə olaraq dadını daha mükəmməl olması üçün əlavə olaraq kapuçino qatmışam. Yenə də qeyd edim ki, marketlərdə 3-ü birindəki kofelərdən siz istifadə edə bilərsiniz və özünüz də fərqi görəcəksiniz ki, sosu necə də həqiqətən ləzzətli olur. Sos hazır oldu. Soymasını gözləyək. Bu arada biskvit tam bişdi. Doğrayıram, əziz xanımlar. Deməli, biskvit bişən kimi qaynar sosu üzərinə əlavə etmək olmaz. O zaman xəmir kimi olar biskvit. Deməli, sos biraz soyuq olmalıdır. Biskvit isə isti. Sosu da əlavə edirəm biskvitin üzərinə. Hardasa bir 10-15 dəqiqəyə tam sosu canına çəkir biskvit. Deməli, əslində əsl resept budur. Daha sonra dekor eləmək olar. Üzərini qoz ləpəsi ilə və yaxud kokosla. Əziz xanımlar, mən əlavə olaraq, yəni dadının daha da artırması üçün yenidən bunun üzərindən südlü şokolad əritmişəm. Deməli, biskvitin üzərindən şokoladı gəzdirib və sonda karameldən yeni əlavə edirəm şokoladın üzərinə və forma verirəm. Yəni, gözəllik verirəm. Qeyd edeyim ki, mən eynən bu reseptlə 2 list kek hazırladım. Deməli, bir listini orijinal, yəni əslində necə olmalıdır? Yəni, üstünə əlavə olaraq şokoladsız, sadəcə sosu əlavə edirsən. Deməli, bir listi o formada hazırlamışam, bir listi isə bu formada üzərini karamelin şokolad əlavə olaraq istifadə eləmişəm. Çox gözəl, mükəmməl bir dadı var həqiqətən hər ikisinin. Sadəcə olaraq bu şokoladlı karamelli mən deyərdim daha möhtəşəm dada malikdir. Mən deməli çox soymasını gözləmədən servis edirəm, əziz xanımlar. Mükəmməl dadı var həqiqətən. İnşallah siz də bu qaydada hazırlayarsınız eynən bu reseptlə. Yəni istəsəniz üzərinə şokolad, karamel və yaxud şokoladsız sadəcə sosunu istifadə edib biskvitin üstünə hazırlaya bilərsiniz. Hər ikisi də çox gözəl, çox ləzzətlidir. Amma mənə görə üzərinə şokolad əlavə etdiyim daha mükəmməldir.
bol-bol şokoladlı keks xoşlayan xanımlar üçün mən deyərdim ki, əvəz olunmaz bir daddır. Dəyərli izləyicilərim, əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. Göz haqqınızı halal edin. İnşallah kanalımda yeni videolarla görüşənədək. Sağ olun, sağlıqla qalın.